Salam, hər vaxtınız xeyir. 30 may sertifikasiya sınavından sual 19. Cədvələ əsasən doğru bəndi müəyyən edin. 1. Braziliya inzibati ərazi quruluşuna görə federativdir, idarə etmə formasına görə respublikadır. 1. Doğrudur. 2. İndoneziya inzibati ərazi quruluşuna görə federativ deyil, unitardır, idarə etmə formasına görə respublikadır. 3. Qazaxıstan inzibati ərazi quruluşuna görə unitar, idarə etmə formasına görə respublikadır. 3. Doğrudur. 4. Koreya Xalq Demokratik Respublikası unitardır, lakin monarxiya deyil, respublikadır. 4 də deməli səhvdir. 5. Küveyt inzibati ərazi quruluşuna görə unitar, idarə etmə formasına görə mütləq monarxiya deyil, konstitusiyalı monarxiyadır. 6. Vyetnam unitardır, idarə etmə formasına görə isə respublikadır. 6 da doğrudur. Deməli doğru cavablar oldu 1, 3, 6 variant olaraq E variantı.